Milli Məclisin qəbul etdiyi yeni qanunlara əsasən dövlət sektorunda çalışanların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçiriləcək. Bununla bağlı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında və sığorta fəaliyyəti haqqında qanunlarda dəyişiklik edilib. Bu sahə üzrə icbari sığortalanması özəl sığorta şirkətləri tərəfindən həyata keçirilirdi. Lakin bu dəyişiklikdən sonra bu sahədə icbari sığortalanma sahəsində artıq ikili sistemi tətbiqi nəzərdə tutulur. Belə ki, dövlət sektoru üzrə bura daxildir dövlət və bələdiyyə orqanlarında çalışan işçilər, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının səhmlərinin nəzarət sərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin icbari sığortalanması artıq DSMF tərəfindən həyata keçiriləcək. Digər subyektlərdə çalışan işçilərin icbari sığortalanması isə özəl sığorta şirkətləri tərəfindən həyata keçiriləcəkdir. Buna müvafiq olaraq sığorta ödənişlərinin verilməsi də dövlət sektoru üzrə çalışan işçilər üzrə DSMF tərəfindən, digər subyektlər üzrə isə özəl sığorta şirkətlərinin tərəfindən həyata keçiriləcəkdir. Bu dəyişiklik ümumilikdə icbari sığorta sisteminin, habelə sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasına, nəzarətin gücləndirilməsinə, ümumilikdə isə istehsalatda bədbəxt hadisələrin sayının azaldılmasına köməklik göstərəcəkdir.